Hamıya salam. Bugün sizə 36 sözdən 11-ci söz haqqında danışacağım. Bu sözü qeyd dəftərimə barmaqları şaqqıldatmaq kimi qeyd etmişəm və bunun içərisinə nələr daxildir özüm bilirəm. Onları sizlə bölüşəcəm. Barmaqları şaqqıldatmaq deyəndə nümunə üçün göstərəm. Bu nəzərdə tutulur və yaxud bu nəzərdə tutulur. Nümunə üçün göstərdim. Bundan əlavə olaraq boyun, bel, qol, ayaq da bunun içərisinə daxildir. Bu sözü necə var olduğu kimi, siyahınıza əlavə etməli deyilsiniz. Buna məcbur deyilsiniz. Bu mənim zəif cəhətlərimdən biridir və düşünürəm ki, bunu aradan götürməliyəm, bunu tərk etməliyəm. Siz də hər hansı bir zəif cəhətinizi 11-ci söz olaraq siyahınıza əlavə edə bilərsiniz. Bunu nəyə görə tərk etmək istəyirəm? Birincisi, müvəqqəti rahatlıq verir. Yəni, düşünürsən ki, rahatlayırsan, falan edirsən. O ki, stresli an gəlir, hər hansı bir imtahanın cavabını gözləyirsən və yaxud nəysə fikirləşirsən, başlayırsan artıq barmaqlarını şaqqıldatmağa. Düşünürsən ki, bu sənə kömək edir. Əksinə, bu çox olduğu halda əlin tutma qabiliyyəti azalır. Yəni, yuxudan oyananda falan görürsən ki, artıq əlini, yumruğunu belə sıxa bilmirsən. Qolun zəifləmiş kimi, əlin zəifləmiş kimi hiss verir. Barmaq şaqqıldayanda o gələn səs nədir? O səs sümüklərin bir-birinə dəyməsi deyil. Oynaqların arasında maye olur, həmin mayədə olan qaz qabarcıqları partlayır. O səs o səsdir. Daha sonra bunun davamlı olunması vərdişə çevrilir və bu da cəmiyyət arasında olunduqda heç xoş qarşılanmır. Təsəvvür edin, kimsə qarşınızdadır, çox, barmaqlarını falan elə bir ki, kimlənsə bir dəqiqə döyüşə hazırlaşır, ringə çıxacaq. Yəni, heç xoş görünmür. Və bunu nə ilə əvəz eləmək olar? 6-cı sözdə qeyd etdiyim idman eləyən zaman, yəni sən qol, bilək, kürək məşq eləyərək, yəni bunu əvəz eləyə bilərsən. Məcbur deyilsən bunu gün ərzində dəfələrlə təkrarlayasan. Və bunu etdiyin halda sən bilmədən belə toxumalara, əldə olan, qolda, beldə olan toxumalara zərər verə bilərsən. Hətta daha belə güclə, zorla elədiyin halda. Aydındır. Yəni, bunu tərk etmək lazımdır. Yəni, yaxşı bir şey deyil. Əgər sizdə də varsa, xoş görünmür. Bu da mənim zəif cəhətlərimdən biridir və bunu da tərk edirəm. Yəni, bir daha eləməməyə qərarlıyam. Belə, sağ olun, özünüzdən müğayət olun.